8-ci mikrorayon Medera Hospitalın binasında yeni təmirli 2 otaqlı mənzil satışa çıxıb. Biz hal-hazırda mənzilin daxilindəyik, təmirdən yeni çıxıb və təmirdən sonra da yaşayış olmayıb. Ağ rənglərə üstünlük verilib, çox gözəl təmir var dəyərli izləyicilər. Ümumi sahəsi 67 kvadrat metrdir. 2 otaq studiya formasında layihələndirilib. Qonaq otağını görürsünüz və onun qarşı hissəsində sürgülü şüşə ilə ayrılan mətbəx hissəsi, sağ və sol istiqamətində də mətbəx mebeli yığılıb. Mənzilin kupçası var, ipotekaya yararlıdır, orta mərtəbədə yerləşir. İşıqlanma sistemi də çox gözəldir. Keçək hol hissəsinə, kermogranit olan hissələr, isti döşəmə, dərin dolabı, güzgüsü, paltar asılqanı, hamam və sanitar qovşağı da ayrı-ayrılıqdadır. Bir daha qeyd edirəm, təmirdən sonra bu mənzildə ümumiyyətlə yaşayış olmayıb. Burada sanitar qovşağı və kifayət qədər də ölçüsü yaxşı olan yataq otağı. Yataq otağının ön hissəsində də eyvanı var. Eyvanın da kombistilik sistemi yerləşdirilib. Qarşısı açıqdır, şəhər istiqamətində olan belə bir görüntüsü. Qiyməti qeyd olunub, gözəl təklifdir. Kim üçün maraqlı varsa, gəlib yaxından da tanış ola bilər. Sağ olun, salamat qalın.